Haqqay 2-ci fəsil. Məbədin bərpasının tərənnümü. 7-ci ayın 21-də Peyğəmbər Haqqay vasitəsilə Rəbbin bu sözü nazil oldu. İndi Yəhuda valisi Şealtiel oğlu Zerubbabilə, baş şahin Yehosadaq oğlu Yeşaya və xalqın sağ qalanlarına belə söylə. Sizin aranızda kim burada olan məbədin əvvəlki əzəmətini görmüşdü? İndi buranı necə görürsünüz? Gözünüz önündə sanki bir heçə çevrilməyibmi? Rəbb deyir, indi isə ey Zerubbabil, qüvvətdən ey baş şahin olan Yehosadaq oğlu Yeşa, ey bütün ölkə xalqı, qüvvətlənin və işləyin, çünki mən siznənəm. Ordular Rəbbi belə bəyan eləyir. Misirdən çıxan zaman sizlə bağladığım əhdə əsasən ruhum aranızdadır, qorxmayın. Budur, ordular Rəbbi belə deyir. Tezliklə mən göyləri, yeri, dənizi, torpağı bir də lərziyə gətirəcəyəm. Bütün millətləri lərziyə salacağam. Bütün millətlərin var dövləti gələcək və bu evi əzəmətlə dolduracağam. Ordular Rəbbi belə deyir. Bütün qızıl gümüş mənimdir. Ordular Rəbbi belə bəyan eləyir. Ordular Rəbbi belə deyir. İndiki məbədin əzəməti əvvəlkindən üstün olacaq. Bu yerə əminamanlıq verəcəyəm. Ordular Rəbbi belə bəyan eləyir. Məzəmmət və vəd. Daran hakimiyyətinin 2-ci ili, 9-cu ayın 24-də Rəbbin sözü Peyğəmbər Haqqaya nazil oldu. Ordular Rəbbi belə deyir. Qanun haqqında kahinlərə bir müraciət eləyin. Kimsə cübbəsinin ətəyində təqdis olunmuş ət gəzdirən zaman ətəyi ilə çörəyə, şorbiya, şəraba, zeytun yağına və yaxud hər hansı bir ərzağa toxunarsa, bunlar təqdis olunarmı? Kahinlər bu suala xeyr deyə cavab verdi. Haqqay dedi, bəs ölü cəsədə toxunub murdarlanan bir adam həmin ərzaqlardan birinə toxunarsa, bu ərzaq murdar olarmı? Kahinlər cavab verdi. Murdar olar. Haqqay sonra belə dedi. Rəbb belə bəyan eləyir. Bu xalq, bu millət mənim gözümdə belədir. Onların hər əməli belədir. Mənə təqdim elədikləri hər şey murdardır. İndi rica eləyirəm. Bugündən etibarən nə olacağını dərindən düşünün. Rəbbin məbədinin daşı daş üstünə qoyulmazdan əvvəl işləriniz necə gedirdi? O zaman hər kim 20 kisə məhsul gözləyirdisə, 10 kisə olurdu. Şərab çənindən kim 50 qab şərab çəkmək istəyirdisə, 20 qablıq şərab tapırdı. Rəbb belə bəyan eləyir. Özünüzü və əllərinizin bütün zəhmətini səmum küləyi, kif və dolu ilə vurdum. Yenə mənə sarı dönmədiz. Rica eləyirəm, dərindən düşünün. Bugün 9-cu ayın 24-dən, Rəbbin məbədinin təməli qoyulan gündən sonra nə baş verəcəyi barədə yaxşı düşünün. Ambarda toxum qalıbmı? Məyər üzüm, əncir, nar, zeytun ağacı bar gətirməyib? Bugündən etibarən sizə bərəkət verəcəyəm. Rəbbin Zerubbabilə dediyi söz. Rəbbin bu sözü Haqqaya 2-ci dəfə ayın 24-də nazil oldu. Yəhuda valisi Zerubbabilə belədir. Mən göyləri və yeri lərzəyə gətirəcəyəm. Padşahlıqların taxtaclarını alt-üst eləyəcəyəm. Millətlərin padşahlıqlarının gücünü darmadağın eləyəcəyəm. Döyüş arabaları ilə sürücülərini aşıracağam. Atlarla süvarilər yerə səriləcəklər. Hamı qardaş qılıncı ilə qırılacaq. Ordular Rəbbi bəyan eləyir. Ey qulum Şealtiel oğlu Zerubbabil! O gün səni götürüb möhürlü üzü eləyəcəyəm. Çünki səni seçdim. Rəbb bu sözləri dedi. Bu, ordular Rəbbinin bəyanıdır.